illər kirayə mənzil bazarında ciddi qiymət artımları müşahidə olunur. Bu artımın bir neçə əsas səbəbi var. Başlıca amillərdən biri odur ki, kirayə qiymətləri adətən mənzilin satış dəyərinin təxminən 0,5% həcmində formalaşır. Yəni bir mənzilin satış qiyməti 100 min manatdırsa, onun aylıq kirayə haqqı orta hesabla 500 manat təşkil edir. Son dövrlərdə əmlak bazarında mənzillərin satış qiymətlərinin kəskin yüksəlməsi, xüsusilə də kirayə qiymətlərinin artmasına birbaşa təsir göstərir. Əmlak eksperti Elnur Fərzəliyev mənzil bazarında kirayə qiymətləri ilə bağlı növbəti dövrlərin proqnozlarından misyaza danışıb. Artıq 2016-cı ildən başlayaraq paytaxt Bakı şəhərində istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan və fərdi yaşayış evlərindən ibarət yaşayış massivlərinin sökülərək yeni tikili binalarla əvəzlənməsi və yaxud bir hissənin isə dövlət ehtiyacı üstünə alaraq parkların və yeni avtomobil yollarının çəkilişinin istifadə olunması həmin ərazilərdəki kirayəlik mənzillərin artıq bir dəfəlik kirayə mənzil bazarından çıxması ilə nəticələnir. Elnur Fərzəliyevin sözlərinə görə artıq Bakı şəhərinin 2040-cı ilə qədər olan baş planı təsdiqlənib. Bu plan onu deməyə əsas verir ki, növbəti illərdə paytaxt ərazisində yüzlərlə köhnə çoxmənzilli yaşayış binası və fərdi yaşayış evi söküləcək. Halbuki vətəndaşlar üçün daha əlçatan qiymətə təklif olunan kirayə mənzillər məhz bu köhnə binalarda və fərdi yaşayış evlərində yerləşirdi. Onların sökülməsi ucuz kirayəli mənzillərin bazardan çıxması ilə nəticələnir. Eyni zamanda köhnə binaların yerində inşa edilən yeni çoxmənzilli yaşayış binalarında kirayə qiymətləri əvvəlki tikililərlə müqayisədə orta hesabla 2 dəfəyə qədər daha baha olur. Bundan əlavə, evləri sökülən mənzil sahibləri yeni tikililərdə mənzillərlə təmin olunana qədər adətən 2-3 il müddətində kirayə evlərdə yaşamaq məcburiyyətində qalırlar. Bu da kirayə mənzil bazarında tələbin daha da artmasına səbəb olur. Bütün bu amillər göstərir ki, yaxın gələcəkdə söküntülərin artması paytaxtda kirayə qiymətlərinin daha da yüksəlməsinə gətirib çıxara bilər. Təbii ki, hər bir problemdən çıxış yolu olduğu kimi, xüsusən də paytaxt ərazisində kirayələrdə qalan əhalinin böyük bir qismi tələbələrdir. Əgər gələcəkdə tələbə yataqxanaları sökülərək daha müasir, daha hündür mərtəbəli yeni yataqxanalarla əvəzlənərsə, bu artıq tələbələrin böyük bir qisminin ev problemlərini aradan qaldırmış olar və bu səbəbdən də kirayələrdə qalan tələbələri yataqxana ilə təmin etmək olarsa, artıq kirayə mənzil bazarında qismən boşluq yaranar. Bu isə öz növbəsində kirayəlik mənzillərin qiymətlərində də stabilləşməyə gətirib çıxara bilər. İlahi Qəmbərli, Heydər Həsənli, Misya TV.